Dilənçi qadının yanında olan sözlərində hansı məlumatlar verilir? Oqtay oldu. Oqtayın sürgün olunarkən sevəli qarşısına tapşırılması. Bəli. Deyir, 5-6 yaşı o vardı, 5-6 yaşım vardı, mənim sürgünə getdi, mənim daima tapşırdı. Daim da əlimizdə nəyimiz varsa, hamısını daima tapşırdı. O da xarcıları işlətdi, öldü getdi. Oqtayın hökumət əleyhinə təbliğat apardığı üçün sürgün olunması bəs. O Xaspolatla Səməd bəyə dilindən deyilir, olan diyaloqunda var. Qubernator təqdir edildiyinə görə sürgünə göndərilir, sonra Türkistanda həbs olunur, sonra təzədən azad olunur, sonra yenə həbs olunur və inqilabdan sonra azad olunur. Bu olan diyaloquna aiddir. Sürgündən qayıtdıqdan sonra Oqtaya vəzifə təklif olunması, bu da onların diyaloqundadır. Sevənin qulluqçuluq etməsi, xəstələnlikdən sonra isə doğular küçələrə düşməsi. Bir də nə məlum olur Sevənin dilənçi qadının yanında olan sözlərindən? Firəngizin gəlib onları tapması, onlara baxması, sonra Firəngizin axırı nə olur? Firəngizi də o Daniyar bəydir də. Hə, Daniyar həyat olur, diristə. O tamam əllərində nə varsa qumarda filan da uzur, bundan qovur çıxardır. Daniyar bəy onu istəmirdim, elə deyirsən.